Salam əziz dostlar, kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Əgər kanalıma ilk dəfə daxil olmusunuzsa, kanala abunə olmağı, videonu bəyənməyi və yeni videolardan xəbərdar olmaq üçün bildirişləri açmağı unutmayın. Bugün sizinlə birlikdə çox maraqlı bir səyahətə çıxırıq. Nəhayət ki, uzun və yorucu tədris ili başa çatdı. Bir il ərzində dərs planları, sənədlər, imtahanlar, qiymətləndirmələr, tədbirlər və saysız-hesabsız işlər arasında qaçıb durmuşuq. Ona görə də düşündük ki, özümüzə kiçik də olsa bir mükafat verək. İş yoldaşlarımızla birlikdə həm istirahət etmək, həm də gözəl vaxt keçirmək üçün İsmailliyə yollanırıq. Səhər tezdən yola çıxdıq. Avtobusda artıq hamının əhvalı yüksək idi. Kim mahnıya qulaq asırdı, kim söhbət edirdi, kim də fürsətdən istifadə edib yatırdı. Bir sözlə yolun özü də ayrıca bir macera idi. İsmailliyə yaxınlaşdıqca mənzərələr daha da gözəlləşirdi. Yaşıllıqlar, dağlar, meşələr insana tamam başqa enerji verir. Şəhərin səs-küyündən uzaqlaşıb təbiətə yaxınlaşdıqca insanın ruhu da dincəlir. Vloguma xoş gəlmisiniz. Vloguma xoş gəlmisiniz. Bir dəfə sən vloguma xoş gəldin. Mütləq. Ben de şəkil. Hayır, olmaz. Burada ancaq sən çəkə Hayır, burada ancaq mən çəkə bilərəm. Cücə, necəsən cücə? Blogger deyirlər. Influencer deyirlər. Onlar dilimdə döndürür. Influencer. Influencer oldum yerlərdə. Gündə bir açıq sözlüdür. Canlı, biraz daha canlı. Onun adı neydi? Kalbimde kalır her şey. Üzeri görüp gelsin bir şey. Dönmesinin sonu da bir çaydı. Onun adı neydi? Adı neydi? Gör nə qədər maraqsız oldu ki, adı belə yadıma düşdü. Bir yaşam bir öleceğiydi. Onun adı neydi?
Növbətdə ilk dayanacağımız Green Park restoranı oldu. Açığı hamımız xeyli acmışdıq və səhər yeməyini səbirsizliklə gözləyirdik. Restorana daxil olan kimi çox xoş atmosfer diqqətimi çəkdi. Hər tərəf səliqəli, təmiz və rahat idi. Ətrafdakı yaşıllıq isə məkana xüsusi gözəllik qatırdı. Nədir o? Fransız xalqı çox eləyir. Yenə yakalandım. Yine yakalandınız yine. O nədir? Kim bana uğurluğa girmişdi? Almaymışım, ben de alça bildim. Aman yox. Orada kravatına. Hamısı eyni renkdə olsun. Bu da 3 dənə qabağına çıxıb 3 dənəsini alıb. Ha, iyi. Mən də çəkim. Həmişə şadlıqlarda. Amin. Həmişə xeyir işlərdə. Siz bəzi adamlar Gəç. tuz yeyir. Amma mən tuzlu yediyim üçün onu Sən də vloquma xoş gəlmisən. İlk dəfədir sən çəkir. Onlar keçən 2 dəfə olublar. Paylaşırsın. Orada paylaşırsın YouTube'da. Baxarsan istəyərsən. Like ediyorum. Ağzı ağrı saçlaşıb yatanda öyle. Bir tane de şeyde dayandı. Orada Dur dayan. Səhər yeməyi çox dadlı idi. Süfrədə müxtəlif növ yeməklər var idi və hər kəs öz zövqünə uyğun nəsə tapa bilirdi. Çay, pendir, yağ, mürəbbə, yumurta və digər ləzzətli təamlarla günə gözəl başlanğıc etdik. Qiymətlər də kifayət qədər münasib idi. Bu da əlavə üstünlüyü idi təbii ki. Açığı bəzən gözəl məkanlarda qiymətlər çox baha olur, amma burada həm xidmət, həm yeməklərin keyfiyyəti, həm də qiymətlər bizi qane etdi. Səhər yeməyimizi rahat şəkildə edib bir qədər dincəldikdən sonra yolumuza davam etdik. Əslində planımıza görə Buynuz kəndinə getməli idik, amma burada kiçik bir problem var. Problem də mənim şirin yuxumdur. Avtobusa minəndən bir müddət sonra elə yatmışam ki, heç nəyə çəkməmişəm. Gözümü açanda artıq marşrut dəyişmişdi. Mən oyananda dedilər ki, Buynuz kəndində görmək istədiyimiz bəzi məkanlar fəaliyyət göstərmir. Ona görə də proqramda dəyişiklik edildi. Düzünü desəm əvvəlcə biraz heyfsiləndim, amma günün davamında gördüyümüz yerlərdən sonra başa düşdüm ki, hər işdə bir xeyir varmış. Beləliklə növbəti dayanacağımız Aşıq Bayramlı gölü oldu. Bura səhv eləmirəmsə sahil gölü də deyirlər. Bura həqiqətən də çox gözəl bir məkandır. İlk baxışdan insanı öz sakitliyi ilə valeh eləyir. Gölün ətrafı yaşıllıqlarla, ağaclarla əhatə olunub. Su o qədər sakit idi ki, ətrafdakı ağaclar sanki güzgüdə əks olunurdu. Burada ən çox xoşuma gələn şey təbiətin insanı sakitləşdirməsi oldu. Heç bir səs-küy yoxdur. Yalnız quşların səsi, ağacların xışıltısı və yüngül küləyin səsi eşidilir. Şəhərdə yaşadığım həyat tempində belə sakitlik tapmaq çətindir. Avtobus gözləyirsin. Avtobus gözləyir. Astanovkadır. Aşağıda yox, dayanacaq. Ben dedim topçu meşelerinde dayı olur. Özü bilir. Alça vuruyor. Aşıq Bayramlı gölü şəkil və video çəkilişləri üçün də çox əlverişli bir məkandır. Hara baxırsan ayrı bir mənzərə var. Nə istəyirsən? Samovar çay. Sərnəmə üçün çay istəyirik bəy. Təmiz Azərbaycanlıyıq. Buradan bilinir ki, yeri. Gəzdik buranı. Gedirik avtobusa. Daha sonra istiqamətimiz Xanəgah kəndi oldu. Burada yerləşən Qız Qalası restoranına gəldik. Açığı bura gələndə çox təəccübləndim, çünki restoran sözün əsl mənasında meşənin qoynunda yerləşir. Ətrafdakı ağaclar, təmiz hava və təbii gözəlliklər insanı valeh edir. Bura daxil olan kimi sanki başqa bir dünyaya düşürsən. Yayın istisində belə burada hava sərin və xoşdur. Ağacların kölgəsi, quşların səsi və təbiətin gözəlliyi buranı daha da xüsusi edir. İstanbul'suz? İslanmışam. Ama paltarım var. Siyahsa kim İslanmaz? O sırada benim sanırım.
Kaçışa. Qatışın. 1, 2, 3. Ay Fərzət, Erşad. Qurtum saçıyor. Bu şirin kadrlarda vloguma koymasam təbii ki olmazdı. Bu da ikinci şirin ve romantik kadrlarımız. Təmiz hava təbii ki hamını acdırıb və yemək gələndən sonra heç kimin gözü heç nə görmür. Hamının başı qarışıb yemək yeməyə. Nə fərq ediniz işdiniz? Sən də sanırım. Əla. Bayaqki yağış, indiki günəş. Tam mənim ruh halım. Əkizlər bürcü. Tam bir əkizlər bürcü Bəli. hala. Masada neçə əkizlər bürcü var? Hələ seçiniz. Bir, iki. Başqa əkizlər bürcü olan var. Əkizlər bürcü. Üç tane. Sen eksiz değilsin. Ben yok o ikisi. Sen yok. Evet. Yazdan nerede? Bax bu kadar. Sosis. Şir. Bunlar hem de şir. Niye? Bazen de yoktu. Restoranın yerləşdiyi ərazi çox genişdir. Burada həm ailə ilə istirahət etmək, həm dostlarla vaxt keçirmək, həm də sadəcə təbiətdən zövq almaq mümkündür. Ətrafı gəzdikcə hər tərəfdə maraqlı mənzərələr görmək olur. Məncə İsmailiyə gələn hər kəs bu məkana baş çəkməlidir. Burada oturub söhbət etdik, şəkillər çəkdirdik, ətrafı gəzdik və günün yorğunluğunu çıxardıq. Ən gözəl hiss isə odur ki, iş yoldaşlarla belə səmimi və xoş anlar yaşamaq olur. Bir il ərzində birlikdə işlədiyin insanlarla belə istirahətlər münasibətləri daha da möhkəmləndirir və gözəl xatirələr yaradır. Terapiya. Vallahi. Herkes şəkil çəkdirir. Orada yaşdır. Bax indi bura. Tatlılık görüşürəm, elə çəkmə. Nur sen de gel 3 kızım var. Cəbət düzəldi də. Hadi bir de sayardın da, bir tane de say. Deməli, əziz qonaqlar, şortumuz bu elədir. Bu da bizim hesabımızdır. 200, 200, 300, 60, 70, 80, 90, 1, 2, 3, 4, tamdır. Aa, bu 50 manatı verim oradan kırdıyla da. Gedəmə yaxın yeni yağış başladı. Şuradan. Gəl. Ədyalımızı örtək. Sensiz yaşayan bizlerim. Ey sevgili canım, sevgiye inandım. Yalnız kalbimin aman, inanmayacağım. Bir nefes alan yarim. Sensiz yaşayan bizlerim.
O şikayət elədi siz. Hər şey yaxşı olsun. Necə idi istirahətiniz? Mən hara gedirəm sonra getdiyim yeri cənnət edirəm. Biz yatırız. Gözü göremeyen resim gösteremem değerim bilmez Senin elində də səsə qulaq asır. Yine ben makyajladım. Anam beni makyajladı. Bildim lakin söyleyemem gördüm ama izah edemem dünya senle baş edemem ben. Zaman öyle de geçecek hayat böyle de bitecek bitsin umudum cennette. Artıq evə qayıtmaq vaxtıdır, amma getməzdən əvvəl kiçik bir xatirəni də sizə danışım. Keçən il ekskursiyadan qayıdanda telefonumu avtobusda unutmuşdum. Bəli, düz eşitdiniz. Hamı evə çatmışdı, mən isə telefonumun taleyini düşünürdüm. Bu il isə vəziyyət tamam fərqlidir. Nə telefon avtobusda qaldı, nə çanta itdi, nə də başqa bir macəra yaşandı. Əziz dostlar, ümid edirəm ki, bu səyahət vloqu sizin də xoşunuza gəldi. Əgər videonu bəyəndinizsə, like etməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Növbətli maraqlı vloqlarda yenidən görüşəcəyik. Hələlik özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Nur yaddan çıxdı.